Xoş gördük əziz dinləyicilər. Deməli bir neçə gündür ki, Azərbaycanda müzakirə olunur. Bu Melisa qrupun və o ekskavator sürən operatorun etdiyi əməl. Bilirsiniz ki, Alatava istiqamətində, yəni Yasamalda bir vətəndaş evin içində qalaraq evi sökülür. Bəli, bunun artıq deyilənlərə görə Melisa qrupun rəhbəri Qabil Məmmədov da, səhvimsə Qabil Məmmədov da artıq cinayət işi açılıb və insanlar buna narahat olublar. Bəzi Azərbaycan mediasına baxırsan, o sarı mətbuata baxırsan, o trollara baxırsan, böyük bir ajotaj yaradıblar. Bəli, yaranmalıdırmı? Bəli, yaranmalıdır əlbəttə ki. Bir vətəndaşın evində insan qala-qala onu sökmək. Məgər bu birinci mühadisə idi? Məgər Yasamal hadisələrini yaddan çıxartdıq, yaxşı, bəs Sovetski hadisələri yaddan çıxdımı? Orada da insanların evi sökülürdü. Kubinkada da insanların evi sökülürdü. Hər yerdə insanların evi sökülürdü. Çünki Azərbaycan qanununa görə hər bir şəxsin mülkü necə deyək, toxunulmazdır. Amma neçə minlər və milyonların şəxsi mülkünə toxunurdu. Bu günləri narahat olmuşuq, nə gözəl. Sevindirici hadisədir. Bilirsiniz ona görə niyə narahat olmuşuq? Gəlin açıq danışaq ki, bu günləri o yayıldı, o mətbuata çıxdı. O mətbuatda da inanın mənə o mübariz insanların, haqqı deyən insanların sayəsində, o insanların sayəsində o ortaya çıxdı. Bəlkə də inanın mənə, bəlkə də hansısa kiminsə bir-biri ilə necə deyirlər, düşmənçiliyi sayəsində atıldı ortaya. Bəlkə də Qabil Məmmədovdur, kimdə onu da qəsdən götürmək lazım olub və bu video atılıb ortaya. Bəlkə də bu belədir. Çünki bura Azərbaycandır, bilirsiniz. Burada heç nəyə inanmaq olmur. Məgər Melisa qrupdur bir dənə bunu eləyən. Məgər birinci cinayətləri də etdikləri və ya sonuncu olacaq məyər bu? Xeyr, olmayacaq. Yaxşı, bu bildiyimizdir, bu xəbər çıxdı, belə deyək ki, təbii formada xəbər çıxdı və insanlar hiss elədi. Və xəbəri çıxmayan insanlar, minlərlə, milyonlarla evi sökülən insanlar necə eləyəcəklər? Bugün narahat olmuşuq, biz çoxdan narahat olmalıyıq, biz ümumiyyətlə narahatlıqdan yatmamalıyıq. Bilirsiniz? Çünki heç bir insanın həyatı, necə deyərlər, sığortalanmayıb. Ölkəmizdə. Çox təəssüflər olsun ki, hər kəsin şəxsi mülkünə girmək asanlaşır, hər kəsin şəxsi mülkünü təhqir etmək asanlaşır. Evində ola bir insanın evini sökürsən, orada o ekskavator operatorunun bir günahı yoxdur. Əlbəttə günahı var. Düşüb deyə bilər ki, cəhənnəm ol, mən etmək istəmirəm, bunu get kim eləmək istəyirsən. Amma gəlin təbii danışaq. Nədir bu öz başınalıqlar? Nədir, yoxdurmu bu? Yəni nəzarət edən yoxdurmu? Yəni bu qədərmi biz artıq hər şeydən keçdik? Bu sadəcə olaraq mənim bu yayını açmaqda məqsədim ondan ibarətdir ki, bu bizim günahımızdır. Bu günləri edilən o, baxın görürsünüzmü, mən həmişə deyirəm ki, ictimai mövqe ortada olmalı. Bir balaca ictimai mövqe o ortaya qoyduqda müəyyən mənada çəkinirlər, müəyyən mənada narahat olurlar. Amma biz beləyik, xeyr, biz ancaq gözləyirik, biz bu ölkədə ancaq turist kimi yaşayırıq və fikirləşirik ki, haçan bizim üstümüzə kimsə gələr, bizi öldürməyə gələr, onda biz də ayılarıq. O məşhur bir Almaniyada baş verən bir Nelson'da kimdir? Belə bir insan var idi. Almaniyada 1933-cü ildə bir rahib idi. Yaşayırdı deməli Almaniyada. Çox onun vacib bir kəlamı var bu arada. Elə də bizim hadisələrimizə oturur ki və bizim kimi düşünən xalqların necə də əyninə bir paltardır ki, deyir ki 1933-cü ildə artıq faşistlər Hitler Almaniyaya gəlmişdi və yavaş-yavaş insanları tuturdular. Deyir, bir gün gəldilər, deyir, qonşumu tutdular, deyir, mən səsimi çıxartmadım, o qışqırdı, mən səsimi çıxartmadım, çünki mən pravoslav deyildim. Deyir, bir gün sağ tərəfimdə yaşayan qonşumu gəlib apardılar, deyir, o sosialist dedi, mən səsimi çıxartmadım, deyir, nəyimə lazımdır, çünki o sosialist dedi, apardılar. Və bir gün, deyir, gəlib qarşı tərəfdəki qonşumu apardılar, deyir, mən yenə də deyir, səsimi çıxartmadım, o yalvarırdı, amma səsimi çıxartmadım. Niyə? Çünki o Yəhudi idi. Deyir, səhərsi də gəlib məni apardılar. Deyir, mən də qışqırdım, amma gördüm ki, artıq heç kəs qonşumda qalmayıb, hamını aparıblar. Yəni, mən vaxtında səsimi çıxartmadım. Mən o pravoslav üçün səsimi çıxartsaydım, Yəhudi üçün səsimi çıxartsaydım, bugün məni də gəlib aparmazdılar. Başa düşürsün, məsələ bundan ibarətdir. Hər bir şəxsin, bu vətən, bu ölkə sizindir, qardaşlar. Bu bizimdir, bu.
Yəni bu qədər insan acizliyə düşməz. Hər şeydə kimsə bir dənə reklam eləməlidir. Hə biz də özümüzə gəlməli. Gözləyirsiniz ki, hər kəsin evi, inanın mənə, hər kəsin qapısı döyüləcək. Yəni bu gedişdə hər kəsin qapısı döyüləcək. Ona o səlahiyyəti verən insan var. O necə qudurub bu işi görə bilər kimi? Sizcə bu Hasandır? Sizcə sən mən görə bilərim o? Yox, görə bilmərəm. Demək ki, bu insan harınlayıb. Demək ki, bu insan üçün yaradılmış şərait qəsdlidir və demək ki, bu insan hüququn, qanunun üstündə özünü hesab edir. Ona görə qanunun, hüququn üstündə siz olmalısınız. Azərbaycan xalqının konstitusiyasında yazır ki, Azərbaycan xalqı Azərbaycan dövlətinin əsasını təşkil edir. Yəni onun hamisi, onun hakimi sizsiniz. Nə qədər ki, konstitusiyanın bu maddəsini yerinə yetirməyəcəksiniz, heç vaxt da hakim olmayacaqsınız, köləsi olacaqsınız. Təşəkkür edirəm.